Çıxış üçün növbəti söz verilir Səid bəyə. Ana və uşaq ölümləri barədə. Buyurun. Səid bəy, mikrofonu açın, zəhmət olmasın. Təşəkkür edirəm, hörmətli Sədir. İlk öncə bütün millət vəkillərini salamlayıram. İlk öncə bu məsələni deyim ki, mən bu çıxışa hazırlaşdıqda mətbuatda müəyyən araşdırmalar apardım, statistik məlumatlar var. Eyni zamanda da həkim və mütəxəssislərin bu barədə açıqlamalar var. O açıqlamalar statistikanı çatdırdıqdan sonra öz fikrimi də sizlərlə bölüşəcəm. İlk olaraq reportajın 29 avqust 2024-cü ildə yayımladığı məlumata görə bu barədə Azərbaycanda uşaqlar adlı statistik məcmuda bildirilib. Keçən il perinatal dövrdə ölənlərin sayı 1837 döl təşkil edib. Perinatal ölümün əmsalı isə hər 1000 nəfər diri və ölü doğulana 16.2 nəfər olub. Perinatal dövr hansı dövrdür? Bunu da mən bilməyənlər üçün qeyd eləmək istəyirəm. Hamiləliyin 22-ci həftəsindən başlayaraq yeni doğulanın həyatının 7-ci gününə dək olan dövrü əhatə edir. Bundan başqa, həmin müddətdə 7 günə dək ömür sürən körpə sayı 1306 olmuşdur. Həmçinin ölkədə ötən il üzrə 2039 1 yaşa dək körpə ölümü baş verib, 5 yaşa dək olan uşaqların sayı isə 2395 olub ki, bunun da 1329-u oğlan, 1066 isə qızdır. Eyni zamanda ötən il Azərbaycanda 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahlıq dövrünü olan anaları əhatə edir. Görən reallıq nə deyir? Düşünürəm ki, reallıqda olan statistika daha vahim və ciddidir. Və həkimlərin və mütəxəssislərin verdiyi mesajları sizin diqqətinizə çatdırmaq istəyirəm ilk öncə. Deməli, doğuş zamanı ana və uşaq ölümü barədə xəbərlər demək olar ki, hər həftə dərc edilir. Tibb elmləri doktoru professor Adil Qeybullah statistikada uşaq ölümlərinin artmasının doğru olmadığını vurğulayıb. Amma indi hər şey ictimailəşir, dünya şəffaflaşır. Əlbəttə, hər bir ölüm xəbəri insanları sarsıcı təsir göstərir. Onun səbəblərini araşdırılmalı, araşdırılandan sonra analiz olunub, nəticə çıxarılmalıdır. Bütün bu yanlışlıqlar aradan qaldırılması üçün güclü tədbirlər görülməlidir. Lakin bunun administrativ qaydada yox, əksinə məntiqi və elmi yanaşmalarla həll etmək mümkündür. Ola bilər ki, 10 ölüm faktı 3 həkim səhvi ucbatından 3 xəstənin ağır vəziyyətdə olması, patoloji hamiləlik dövrünü yaşaması və s. olur. Onu da qeyd edim ki, hazırda 90% hamilələrin çoxu patoloji şəkildə keçir. Görəsən niyə? Bunun səbəbi görən nədir? Mənim öz gördüyümə görə, öz təcrübəmə görə bunun əsas səbəbi kimyəvi vasitələr, yeni dəyişmiş məhsullar və hazır qidalardır. Bunları araşdıran bir qurum varmı görəsən? Bundan çıxış yolu varmı? Təbii olaraq hər şeyi insan öz əlindədir. Düzgün istiqamət və doğru olan qidalama yöntəmi. Adil Qeybullahın qeydinə görə bugün normal fizioloji keçən hamilələrin çoxu nadir hallarda rast gəlinir. Patoloji hamiləlikdə anada yaranan ürək bulanması, müxtəlif infeksiyaların əmələ gəlməsi və s. bu kimi zərərli hallar dölün zədələnmək və onun doğulmasına şərait yaratmaq üçün bir fondur. Burada mətbuatda bu cürə gəlib, ola bilər ki, burada ölü doğulmasına və yaxud da vaxtının öncə doğulmasına şərait yaratmaq üçün bir fondur kimi getməlidir. Düzdür, insanlar buna o qədər də əhəmiyyət vermir, amma bu çox ciddi səbəblərdən biridir və ciddi də fəsadları olur. İqtisadi təşəbbüslərə yardım İctimai Birliyin sədri Azir Mehdiyev deyir ki, son bir neçə ildə ana və uşaq ölümünün sahəsindəki rəsmi statistikalar real rəqəmləri əks etdirmir. Diqqətinizi çatdırım ki, bu məlumat hələ 10 il bundan qabaq olan bir məlumatdır. Azərbaycan hələ də MDB məkanında ana və uşaq ölümü yüksək olan Orta Asiya respublikaları ilə bir sırada dayanır.
Aparılan araşdırmalar göstərilir ki, yeni doğulanlarda ölüm səbəbi daha çox tənəffüs orqanlarının infeksiyası, mədə-bağırsaq xəstəlikləridir. Burada Azər Məhdiyev bizə çox ciddi bir mesaj vermiş olur. Bunun səbəblərindən biri ana bətnindən çıxan uşağın ətraf mühitə qarşı vücudunda müdafiə sisteminin, yəni probiotiklərin olmamasıdır. Bu da nəyə görə olmur? Bunun da əsas səbəbi keysəriyyə əməliyyatının nəticəsidir. Bunu artıq Türkiyə həkimləri sosial şəbəkələrdə daha geniş, daha ətraflı məlumatlar verirlər. Yəqin ki, növbəti çıxışımda bu keysəriyyə əməliyyatı ilə əlaqəli çıxışım olacaq. Azər Mehdiyev daha sonra qeyd edib ki, ana ölümlərinin səbəbləri sırasında ilk yerdə anemiya dayanır. Yəni normal və təbii qidalanmaması. Azər Mehdiyevə görə beynəlxalq hesabatlarda rəsmi statistika arasındakı fərq səbəbi faktların qeydiyyata alınmamasıdır. İqtisadçı bu sahədə məsuliyyətin artırılmasına vacib olduğunu bildirib. Ana və uşaqların sağlamlığı üçün məsuliyyət daşıyan tibb işləri dəqiq bilməlidir ki, işə məsuliyyətsiz yanaşarlarsa onları nə gözlər? Çox təəssüf sərt tədbirlər olmadan problemin uzanmağı mümkün deyildir. Bu, Azər Mehdiyevin fikirləri idi. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının açıqlanmasına əsasən Avropa dövlətlərində dünyaya gələn uşaqların sayında azalma diqqət çəkəcək qədər düşmüşdür. Görəsən bu vəziyyət ölkəmizdə necədir? Yuxarıda deyilənlər və ölkədə gedən proseslərə əsasən demək olar ki, vəziyyət çox ciddidir. Bir ölkədə bir il müddətində təqribən 4000-dən artıq körpənin ölümü çox ciddi bir hadisədir. Və hətta bu bizim xalqa qarşı bir soyqırım məsələsidir. Nədən bu qədər körpə ölümü olmalıdır? Bəs reallıqda görən bu statistika necədir? Düşünürəm ki, reallıqda daha acınacaqlı bir vəziyyətdir. Bəs qurulan ailələrdə vəziyyət və ailələrin dağılması statistika nəticələri necədir görəsən? Qurulan ailələr demişkən və bir məsələyə də toxunmaq özümə borc bilirəm ki, sonsuzluq məsələsi də narahatıcı amillərin önündə gəlir. Təcrübəmə əsasən sonsuzluğun başında gələn səbəblərdən birincisi qidalanma, psixoloji və digər problemlərdir. Bundan qurtarmaq mümkünmü? Hər bir problemdən qurtarmaq mümkündür. Yetər ki, düzgün diaqnoz qoyulsun və düzgün istiqamət seçilsin. Amma bu mövzuda ölkəmizdə də vəziyyət ürək açan deyildir. İnsanlar kimyəvi vasitələrdən asılı bir vəziyyətə salıb, sonra psixoloji və bir çox orqan xəstəliyinə tutulmasına səbəb olurlar. Kimyəvi dərmanlar əsasən sintetik tərkibi olduğu üçün qaraciyərdə bir çox fəsadlar yaradırlar. Bu problemlərin qurtarmaq çox ciddi göründüyü qədər də sadədir. 2 illik fitoterapiya təcrübə əsasən deyə bilərəm ki, kimyəvi dərmanlarla deyil, normal qidalanma rejimi və digər yardımcı vasitələrin köməyi ilə bu məsələləri köklü olaraq qurtarmaq mümkündür. Və növbəti çıxışda keysəriyyə əməliyyatı haqqında mən geniş məruzə hazırlayacağım və sonda olaraq 8 mart Qadınlar Bayramı ilə əlaqəli öz fikirlərimi bölüşmək istəyirəm sizlərlə. Mən bu bayramı bayram hesab etmirəm. Niyə görə? İlk olaraq 8 martın tarixini bilənlər bilir, bilməyənlər üçün də bir daha qeyd etmək istəyirəm. 8 mart 1857-ci il ABŞ New York şəhərində baş vermiş hadisədir. Belə ki, geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş şəraiti, Как ты рискнул сделать такой парк в России? Это не просто бизнес. İş saatlarına və pis iş şəraitinə etiraz olaraq tətil etməyə başladılar. Lakin polis aksiyanın qarşısını almaq üçün etirazçıların üzərinə hücum çəkmiş, işçilər fabrikin içərisinə həbs olmuş, daha sonra çıxan yanğın nəticəsində 129 qadın həyatını itirmişdir. Çox maraqlıdır. Yanğın öz-özünə mi baş vermişdir, yoxsa yerdən mi çıxmışdır və yaxud da göydən tökülmüşdür? Bu barədə məlumat yoxdur.
129 qadının yandırılaraq öldürülməsini bayram etmək o cinayət törədənlərin əməllərinə haqq qazandırmaq olduğunu düşünürəm. Bu bayram yox bir faciədir. Yəni, düşünürəm ki, neçə xanımın evdə süd əmər körpəsi olub, neçəsinin ac körpəsi olub, o uşaqlar hansı hisslər yaşayıblar, bunlarla əlaqəli araşdırma və yaxud cinayət törədənlərə qarşı bir tədbir alınırmı? Zərər çəkilənlər hansı kompensasiya ödənilib? Bir 50 ildən təqribən sonra qadınların dodağına biraz bal sürtməklə bu cinayəti bayram bağlamaq istəyiblər. Budurmu bayram? Budurmu bayram? Faciə ilə heç zaman bayram bir arada ola bilməz. Və bir məsələni də burada qeyd etmək istəyirəm. Tərtər soyqırım məsələsi də bu bayramın qığılcımlarının nəticəsi olduğunu düşünürəm. Ona görə də mən təklif edərdim ki, bu günü Azərbaycanda bayram etmək. Bəs xanımlar üçün Azərbaycanda bayram nə vaxt olmalıdır? Burada da bir balaca təklifim var, əgər qəbul etsəz. Bunun əvəzinə 5 mart Azərbaycan qadınlarının bayramı kimi qeyd edilməsini təklif edirəm. Niyə 5 mart? Bu gün tərtər zərər çəkmişlərinin analarının səsinin dünyaya çatdırılmasının ilk günü olduğu üçün düşünürəm ki, əsl bayram ilə bugün qeyd edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm. Səhvlərim oldusa üzr istəyirəm. Birinci dəfə deyil, ola bilər ki, çox sağ olun. Təşəkkür edirəm Seyid bəy. Bu sizin gözəl çıxışınıza bir əlavə eləmək istəyirəm. Bu yaxınlarda məlum oldu ki, 7 ya 9 həkimin lisenziyası, plastik cərrahiyyə üzrə həkimlərin lisenziyası ləğv olundu. Bu özü çox dəhşətli bir göstəricidir. Bu deməkdir ki, həkimlikdən xəbəri olmayan insanlara lisenziyalar verilib və bununla da qadınlarımız məhv edilib. Bir qadın əslində bir ailə deməkdir. Yəni, qadın ailənin təməlidir, ailənin tərbiyəsinin təməlidir və ailənin sütunudur. Görün, indi bu 7 və yaxud da 9 həkimə saxta lisenziya verməklə neçə-neçə ailələrimizin bünövrəsi dağıdılıb. Təşəkkür edirəm və düşünürəm ki... Üzrə əlavə edeyim, siz yaxşı bir məsuliyyət olundunuz. 7-9 siz deyirsiniz, bu hələ azdır. Mən özüm indi TikTok sosial şəbəkəsində araşdırıram, baxıram. O qədər savadsız danışanlar var. Elə şeylər var ki, özü xəstə, psixi problemləri olan insanlar çıxıb xəstəliklərdən danışırlar. Dəhşət statistikələr, bu elə belə bir şeylərdir. Hələ çox şeylər görəcəyik. Təşəkkür edirəm hər kəsə. Razıyam. Var olun. Təşəkkür edirəm.